Salam. Bu gün sizə gilənar mürəbbəsinin hazırlanmasını təqdim edirəm. Gilənarları yuyub kağız dəsmalın üzərinə yığıb, sonra isə göstərdiyim kimi tumunu təmizləyirəm. 2 kiloqram tumsuz gilənar olur. 2 kiloqram şəkər tozunun üzərinə 200 ml qaynar su əlavə edib, orta istilikdə nəzarət edərək əridirəm. Qaynamağa başladıqda üzərinə gilənarları əlavə edib, kür istilikdə 25 dəqiqə bişirirəm və mürəbbə hazır olur. Onu da qeyd edim ki, mürəbbənin bişmə müddəti piltənin istiliyindən asılı olaraq hər kəsdə fərqli ola bilər. Mürəbbənin bişməsini yoxlamaq üçün bir qədər boşqaba yığıb, soyuduqdan sonra əlimizlə cız çəkirik. Əgər cız itmirsə, demək ki, hazırdır. Sonda isə üzərindən salfetka ilə kəpini təmizləyirəm. Növbəti videolarda görüşənə kimi hələlik.